Halal damcı damcı gələr, qalar. Haram sel kimi gələr, halalı da aparır. Çünki o tezi geci mütləq və mütləq elədiyi günahların nəticəsini çəkəcək. Hele bu sələm alver kimi bir şeydir də, böyütmüş sərməsən, hədisiniz haramdır, haramdır. Niye haramdır? Halaldır. İlk əvvəl haram deyirdi, o qədər verdi sələmi, indi adını qoydu halal. Şeytan bu qədər insanla düşməndir ki, istəyir Allahın haramına sənə halal dizdirsin. Bu şeytanın arxasıcan getməyin, ha, bədbəxt eləyər sizi. Ne oldu bu fikrə? Fikir qarına gedən qida ilə əlaqəlidir vallahi. Zarafat gəlməsin. İmam Hüseyn əleyhissalamın Kərbəlada onu qətl eləyənlərə İmam Hüseyn müraciətlə dedi, haram yemisiniz. Haram görün yemək nə qədər təhlükəlidir ki, aparır İmam Hüseynə düşmən eləyir insan və İmam Hüseyn qatil eləyir. Zarafat məsələ deyil.